Salam əziz izləyicilərimiz, biz bugün Saatlı rayon Nərman kəndində kocaman bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Sağ olun, təşəkkür edirik gəldiyinizə görə. Çox sağ olun. Mənim adınız, soyadınız? Quliyev Həsən İbrahimoğlu. Mənim neçənci ildə anadan olmusunuz? 1956-cı il iyul ayının 1-də. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Keçmiş ilin indiki TUS adına pedaqoji universiteti coğrafiya fakültəsini bitirmişəm. 74-78-ci illərdə. Çox gözəl. Müəllimlik fəaliyyətinə nə vaxt başlamısınız? 78-ci sentyabrın 1-dən. Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? 40 il fəaliyyətim var. Çox gözəl. Fəxri adlarınız, mükafatlarınız olub müəllim? Yox, fəxri adlarım olmayıb. Attestasiyada keçəndən birinci dərəcəli müəllim dərəcəsi almışam. Qabaqcıl müəllim kimi? Qabaqcıl müəllim kimi. Çox gözəl. Təqaüdə neçənci ildə çıxmısınız? 2021-ci ilin iyul ayının 1-də 65 yaşım tamam olanda çıxmışam. Çox gözəl. 6 ilə qədər də təhsildə, pedaqoji təhsildə 6 ildə həm də dərs sistemində işləmişəm 3 məktəbdə. 12 ildə Qaçqınlar məktəbində də işləmişəm mən. Çox gözəl. Müəllimlik sizin üçün nə deməkdir? Müəllim, Sizin üçün nə demək olub? müəllimlik haqqında çox şey deyərsən, bütün dünyanı belə desək tərbiyə edən müəllimdir. Əlbəttə ki. Böyük- Bütün ziyalılar müəllim əlindən çıxır. Aristotel'den soruşurlar müəllimlə atom fərqi nədir? Atom əgər məni göydən yerə endiribsə, müəllim yerdən göyə qaldırıb. Yəni bütün yer üzərində ağıllı, dərbəkar, düşüncəli insanlar keçib olar, hamısı müəllim əlindən çıxır. Bəli, əlbəttə ki. Adi, belə deyək, ən aşağı səviyyədə işləyən işçidən tutmuş, çobandan tutmuş belə deyək, kobudda olmaz. Prezidentə qədər. Bəli. Hamısı müəllimin yetirməsidir. Əlbəttə ki. Yetirmələri çoxdur. Sizin Professorlar var, ondan sonra hərbiçilər var. nə gözəl. Evlatlarınızdan yolunuzu davam elətdirənlərdən var? Yoxdur, nəvəm müəllimdir. Ay nə gözəl. Müəllim, həyat yoldaşınızın adı, soyadı? Quliyeva Yaqut Əlxeybər qızı. Bildiyimizə görə çox gözəl atasınız, çox gözəl babasınız. Neçə evladınız var? Adlarını deyərdiniz? 3 övladım var, 2 qızım, 1 oğlum. Qızlarım Əsmər, Quliyeva Əsmər, Quliyeva Vüsalə, oğlum Quliyev Ümid. Bəli. Mənim ümumilikdə neçə nəvəniz var? 7 nəvəm var, 2 dənə nəticəm. Ay maşallah. Mən inşallah sizi buradan çəkirik, işıqlandıracağıq Allahın izni ilə. Buradan bizim vasitəmizlə nəvələrinizə, evlatlarınıza, nəticələrinizə, kötücələrinizə ürək sözünüz nə ola bilər? Ən əvvəl bütün Azərbaycan xalqına salamlarım var. Bəli. Təhsil xalqın gələcəyidir, ulu öndərin əsas tezisindən biridir, əsas sözüdür ki, təhsil xalqın gələcəyidir, millətin gələcəyidir. Arzulayarım ki, hamı təhsil alsın, hamı təhsilə maraq göstərsin. Müasir dünyada, texnologiya dünyasında yeni elmlərin bütün sirlərini öyrənsinlər. Balalarım artıq tutar və nəvələrimə də arzu edirəm ki, təhsilləri daha ciddi hazırlaşan, daha ciddi məşğul olsunlar. Gələcəyin ixtisaslı insanları bunlardır ki, bu mənim nəvəm 3-cü sinifdə oxuyur, həkimliyə hazırlaşır. Ay maşallah. Balam özünü təqdim elə, adın nədir? Adım Meryem Quliyeva. Nə olacaqsan böyüyəndə? Həkim. İnşallah. Sənin nə adın nədir? İsrafil Avacılar. Sən nə olacaqsan inşallah? İngilis müəllimi. Ay maşallah. Allah arzularınıza çatdırsın inşallah. Müəllim çox sağ olun, var olasınız. Təşəkkürümüzü bildiririk sizə. Dərin təşəkkürümüzü bildirirəm. Xatirələrinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun, var olasınız. Sağ olun, təşəkkür gəldiyinizə görə bizim və sizə ailəmiz adından, öz adımdan təşəkkür edirəm. Çox sağ Sağ olun. olun. Sağ olun mən. Sağ olun, təşəkkür.